Eləyin. Nə baş verir orada? Şöhrət bəy, deməli, Gürcüstan bilirsiniz ki, həmişə başqa regionlardan fərqli olaraq öz geopolitik durumuna görə strateji əhəmiyyətli bir məkanda yerləşir. Uzun müddət Qafqazın demək olar mədəniyyət mərkəzi olubdur. Bu da tarixən onda özünü göstərir ki, 1872-1917-ci illərdə İlk Qafqaz Müsəlmanlar İdarəsi Gürcüstanın paytaxtı Tiflis şəhərində yaradılıbdır. Və Bakıda, Ermənistanda, eləcə də Şimali Qafqazın bir çox regionları Tiflisdən idarə olunubdur dini nöqteyi nəzərdən. Gürcüstanın müxtəlif lokasiyalarında, regionlarında türklər yaşayır. Onların sayı aşağı-yuxarı 1 milyona qədərdir. Bu, Dmanisi, Bolnisi, Marniuli, Tetris, Qarocalqa, Qardabani, Saqarovci, Lagodexi, Telavi, sonra deməli Aspinza zonası, Acara, Tiflis, Rustavi, Qori. Demək olar Gürcüstanın faktiki olaraq hər yerində müsəlmanlar yaşayırlar. Özdə xeyli miqdarda var olar. Demək 1990-cı illərdə artıq Sovetlər Birliyi süquta uğrayandan sonra xarici dövlətlərin Gürcüstanda olan maraqları artmağa başladı. O cümlədə İranın, Ərəbistanın, Avropa dövlətləri bu sahədə xüsusilə böyük aktivlik göstərdilər. Çox böyük əfsuslar olsun ki, Azərbaycan deməli dini idarəsi, Qafqaz Müsəlmanlar İdarəsi çox pasiv mövqedə durdu. Onlar da xarici dövlətlər yeni deməli müstəqillik əldə etmiş, o qədər də böyük praktikası, dövlətçilik praktikası olmayan dövlətlərdə müəyyən gənclərin belə də verbof olunması, din altında onlardan istifadə olunması və müəyyən tapşırıqları onların əlindən həyata keçirilməyi prosesi çox sürətlə başladı. Bugün Gürcüstanda nəinki İranın, hətta Ərəbistanın, Avropanın mövqeyi belə həddindən artıq güclüdür. Çünki bizdə yalnız şiəçilik yox, bizdə həm də Sünni Hənəfi təriqətinin nümayəndələri var, bizdə həm də Sələfilər var və bir sıra digər təriqətlərin nümayəndələri də var ki, onlar da pasiv deyirlər, çox aktivdirlər. Çox böyük əfsuslar olsun ki, Gürcüstanda dini sahədə iş görməyən bircə dövlət varsa, o da Azərbaycandır. Vaxtilə Gürcüstanın dini mərkəzi, dini qurumları bizə Bakıya tabi idi. Amma sonradan bu məsələ deyəsən Gürcüstan dövlətinin və yaxud da ki, hansısa səbəblərdən Qafqaz Müsəlmanları İdarəsindən ayrıldı. Yəni bu prosedur, bu prosesdə təsir göstərdimi? Yəni kənar qüvvələrin ora cəlb olunması. Və yaxud da ki, niyə ayrıldı? Çünki İranın təsiri gücləndikcə, orada İrana bağlı qüvvələrin gücü artdıqca Qafqaz Müsəlmanları İdarəsindən ayrılmalar başladı. Ayrıldılar. Yəni yenə də İranın təsiri oldu orada. Mən bu məsələni araşdırmışdım bir dəfə. Mən deyərdim ki, bu məsələ biraz kompleks surətdə baxsaq daha yaxşı olar. Ona görə ki, burada yalnız İranın maraqları demək azdır. Burada birinci Gürcüstan dövlətinin özünün maraqları necədir? Bunu da müəyyən eləməliyik. Ondan sonra şimal qonşularımızın mövqeyi nətəridir və yaxud ətrafımızda qonşuluqda olan dövlətlərin mövqeyi nətəridir? Əlbəttə, bilirsiniz ki, dini fanatizm çox deməli dünya praktikasında, deməli siyasətdə düşmənlərə qarşı, oponentlərə qarşı geniş istifadə olunan deməli sahələrdən biridir. Çünki o sahədə xüsusən ziyalı olmayan, orta məktəbi yaxşı oxumayanlar, ali təhsil olmayanlar və bu yüzdən də xurafata meyilli, fanatizmə meyilli insanlar toplandığına görə o insanları idarə eləmək daha asandır. Ona görə də həm onlar ucuz başa gəlir xarici xüsusi xidmət orqanları üçün, həm də ki, onlardan daha ustalıqla istifadə eləmək mümkün olur. Bu Gürcüstanın da deməli Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətindən son verilməsi, mən dövlət nümayəndələrindən söhbətim oldu Gürcüstanda və bu sual məni maraqlandırdı. Onlardan soruşdum. Sadəcə olaraq Azərbaycanla Gürcüstan hakimiyyətləri arasında söhbət olubdu və Gürcüstan hakimiyyəti deyib ki, Gürcüstan ərazisində
deməli müsəlmanları nəzarət edirsiniz Qafqaz Müsəlmanları İdarəsinin vasitəsilə və biz də istəyirik ki, Azərbaycan ərazisində yaşayan, Zaqatala, Balaşın ərazisində yaşayan Gürcü İnqiloyların da Xristiyan Pravoslav Ortodoks kilsəsinə deməli xidmət eləyənlərin, ibadət eləyənləri də Gürcüstan deməli Pravoslav kilsəsi nəzarət eləsin. Azərbaycan buna yox demişdi və yox dedikdən sonra ondan sonra Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstandakı fəaliyyətinə xitam verildi və Gürcüstanda demək olar ki, dini idarələr qeyri-hökumət təşkilat formasında fəaliyyətə başladılar. Gürcüstan konstitusiyasında və Gürcüstan qanunçuluğunda xüsusən İslam dini haqqında demək olar ki, heç nə yoxdur. Dini və milli azlıqlar haqqında Gürcüstanda qanun qəbul olunmadığına görə faktiki olaraq İslam dili Gürcüstanda elə bilin ki, sanki qeyri-qanuni fəaliyyət göstərir. Qanunlar da Gürcüstan qanunlarına tənzimlənmir. Yəni, orada mədrəsələrdə, məscidlərdə, demək olar, çalışanlar, molla mı deyək, şeyx mi deyək, nə bilim mən, axund mu deyək, bunlar özlərinə o qədər böyük vəzifələr düşünürlər, sayı sanvalı da yoxdur bunların. Bunların hardan şeyx olduğu, hardan axund olduğunu müəyyən edən bir normal deyək ki, təşkilat yoxdur. İstənilən adam gedir İranda 5-6 ay orada, qumda, nə bilim, neydəsə də, nə işlənsə də məşğul olur. Ondan sonra əlinə müəyyən qədər bir kağız parçası verirlər və gəlir o başına doluyur o, demək olar o parçayı doluyur, başına xalatlı geyinir, başlayır burada bizə əxlaq dərsi keçməyə. Və Gürcüstanda onların aldığı diplomların və yaxud sertifikatların və yaxud sənədlərini yoxlayan bir təşkilat yoxdur. Və dərdim ki, birbaşa desək, Gürcüstan hakimiyyətinin özü İslamın bizim Gürcüstanda bərbad görüşməsində çox maraqlıdır. Ona görə ki, həmişə deməli, başqa millətlərin, başqa dinlərin idarə olunması üçün, onları yaxşı idarə eləmək üçün parçala hökm elə siyasəti ki var. Bu da ən gözəl dində alınır. Ona görə ki, dində Vəhhabilik, Sələfilik, Şiəlik, Cəfərilik, Hənəfilik və s. özləri onsuz da parçalanı gedirlər və bu parçalanmalar da bir çoxlarının marağında olduğuna görə onlar da buna dəstək verirlər. Sadəcə olaraq yenə deyirəm, İranda bəli, İran çox güclü fəaliyyət göstərdi. Həmən o gənc uşaqlar İrana gedəndə təhsil vaxtı, onların çoxları kənd uşaqları idi. Onların dünya görüşləri yoxdur. Xüsusi xidmət orqanlarının iş praktikası haqqında heç bir məlumatları yox idi. Ona görə də onlara müəyyən qeyri-etik, qeyri-əxlaqi deməli şərait yaradırdılar və onlar da özləri bilmədən bu şəraitlərdə iştirak edirdilər və sonradan onları lent alırdılar, qeydlər edirdilər və bu yoldan çox asanlıqla onları gələcəkdə verbovka edirdilər. Yəni verbovka salırdılar. Belə bir Amerikan şey var, lətifəsi, deyir bir nəfər gedir Vaşinqtona bir agentdən görüşmək üçün və agentin adı Johnny imiş. Bu Johnny'dən görüşməli imiş kafedə. Gedir kafeyə, barmenə deyir ki, mən burada deyir Johnny axtarıram, deyir. Johnny adlı bir nəfər var. Deyir, burada Johnny çoxdur, siz kimi nəzərdə tutursunuz? Deyir ki, hava nə gözəldir, deyir. Deyərsən, axşam lap gözəl olacaq. Bu, bunların paroluymuş. Deyəndə ki, bu barmen deyir ki, hə, başa düşdür, deyir, siz agent şey axtarırsınız, deyir, Johnny axtarırsınız. İndi Gürcüstanda kimin İranın agent olmağını, kimin İraqın və Ərəbistanın agent olmağını Gürcüstanda balaca uşaqlar da bilir. Buna böyük qəhrəmanlıq və böyük ağıl lazım deyil. Mən də bilirəm ki, İranın agenturanın mərkəzi Tiflis şəhərinin soğanlıqdır. Yəni, burada toplum halında Tiflisin bir hissəsində mən yaşadığım, indi oturduğum yer ki var, Gürcüstan türklərinin deməli ən aktiv hissəsi Qıpçaq və Əfşarların yaşadığı, ən igid soyların, tayfanın yaşadığı yerdir və tarixən burada demək olar elə 13-cü əsrdən sonra bütün hadisələr, istər Çingizxanın tamerlarının, nə bilim mən, Ağa Məhəmməd Şah Qacar, Şah Abbası, Nadir Şahın, bütün Tiflisdə Gürcüstanın yürüşlərinin hamısı soğanlıqda baş verirdi.